milyardı keçən klublardan biridir. Yəni hazırda dünyada və eyni zamanda da ən xüsusi heyət toplamış klubdur. Söhbət tamamilə gənc və mən deyərdim ki, futbol agentlərinin, yəni Chelsea agentlərinin xüsusi o dənlədiyi futbolçulardır. Dünyanın müxtəlif nöqtələrindən tapıb gətiriblər onları. Gənc və həqiqətən geniş perspektivli futbolçulardan heyət toplanılıb. Bu bir məqamda var ki, yəni məşqçinin sifarişi ilə yığılan heyətdir ya. Yəni bu məşqçini heyətin üzərinə gətirməyiblər. Məşqçinin sifarişi ilə yığılıb və məşqçinin hazırladığı bir sistem var. O sistem dünən işləmədi. O sistem dünən çöktü. İşləyir deyə, amma bizim sistemdə işləyirdi da. Yəni, mən qatılıram ki, fantastik bir heyəti var Chelsea-nin. İndi belə deyim də, hər zaman bu bardağın yarı dolmuş suyun kimsə su tərəfinə baxır, kimsə deyir yarısı boşdur. İndi biz əgər boş tərəfdən müəyyən insanlar var da deyir ki, Chelsea əsas heyət oynatmırdı. Chelsea oynayır. Burada əsas heyət və ya ikinci, üçüncü heyət anlayışı yoxdur. Axı, rotasiya qaçılmazdı bütün oyunlarda və meydana çıxan dırnaqarası ikinci heyət daha çox can atacaq yaxşı futbol sərgiləməyə ki, birinci heyətin oyuncu olsun, əsas heyətə düşsün. Yəni, bunu ümumiyyətlə müzakirəyə çıxartmaq belə düz deyil. Yenə də deyirəm, biz sevinməyi bacarmalıyıq, öyrəşməliyik ki, bu sevinci zövqlə yaşayaq. Yəni, axtarmayaq da orada suyun altından nə keçdi, daşın altından nə çıxdı. Fakt budur ki, Qarabağ ötən gecə hamımızı inanılmaz dərəcədə sevindirdi və inanırsınız, dünən biz danışanda da ki, efirə çıxacam, oyun öncəsi məndə narahatlıq vardı ki, nə deyəcəm. Amma oyundan sonra bir sevinç var idi ki, nə yaxşı ki, deməyə sözüm çox olacaq.